Bir gün səhər elə əvvəl vaxtdır ki, təzə səməvar qabağında istəyirlər, çay içsinlər, qapı döyülür. Durdular, qapını açdılar, aşqələskər gördü, 7-8 nəfər qonaq gəlir, vəli o adamlardır ki, bunlara ayrın deyirlər. Bir hesab, İslam bizim dilimiz əşairdirlər. Bunlar dağpara yerlərdə olurlar, qoyun saxlarlar, məsələn, hərəsinin 30 min, 40 min qoyunu olar. İldə bir dəfə, 2 ildə bir dəfə bunların şəhərə yolu düşər. Aşqələskər bunların toylarına gedibdi, bunun əxlağından, insaniyyətindən xoşları gəlib, bunların birinin bir oğlu yetişib, deyiblər ki, bəli, gedək, eşitmiş Aşqələskərin yaxşı bir qızı var. Ellərdir, biləxərə, naşir adamdır, bunun övladı ədəbli olar. Bəli, salam, salam, otaq doldu. Əvvəl çay ver, çörək gətir, təşrifat, dedilər Aşqələskər, bilirsən nə var? Bir kəlmə sözümüz var, şinatımız var, əgər qəbul eləsən, çayımı da içəcəyik, çörəyimi də yiyəcəyik. Əgər qəbul eləməsən, elə burada bax, səninlə dostluğu bir dəfə kəsib, mürəxəst olacaq. Aşqələskər dedi, valla qədrəli imkan, buracan qovlu verə biləm ki, əgər gözümə ehtiyacız ola, özüm öz əlimlə gözümü çıxadıb təqdim elə. Əgər başımı istəyəsiz, başımı qoyaram, ixtiyarınızda kəsin aparın. Dedilər Aşqələskərinə, başa zadə ihtiyacımız var, kəlləfəzli eləməyəcək, neyinirik? Düzü cərəyan bu cürdür, bizim bax bu dostumuzun bir dənə oğlu yetişib və eşitmişik ki, sənin də bir qızın ərsəyə gəlib, sən bir naşir bir adamsan, baədəb, xoş əxlaq bir adamsan, sənin insaniyyətindən xoşum gəlir. Əgər müvafiqət eləsəz, gəlmişik fəqət səndən qohum olur. Bəli, Aşqələskərin az qəza bir dənə qızı var idi, ittifaqən çox yaxşı qızıdır, itirən tapandan çox söyünərdi. Qalmışdı, biraz da vaxtından geçmişdi 5-10 il. Day dindirmək olmazdı, dama divara dırmaşardı. Gündə bir neçə dəfə Aşqələskərin bədbəxtin evin qapısına dava gətirərdi. Çün özü də bir şərik bir adamdı, müqəyyət bir adamdı, dedi qardaşım, mən qızımın ədab və əxlaqını deyəcəm, bəyənsəz aparın. Laq bir zət də əlimlə deyildir. Yox, əgər bəyənməsəz, naçarəm, mən məcburam, gərək savab olur. Durdu, sazı yenildi. Arvad bir gözünə qatdı Aşqələskərə. Bir əlamətlə danışdı. Şimdi gözətdə ayıq ola, uşağın bəxti açılır, gözətdə bir pəl bırasına. Yapışıb arvad qızın güləyindən döndərdi, evin bir pəstüsü vardı, içərdən sandıqxanaydı, aşpazxanaydı. Qıza biraz libasdan, boyunbaqdan, qolbaqdan filandan geyindirdi, bəzadı. O peşək dəvəsini gətirib yol qoydu. Evin arasında Aşqələskər yol sazı götürüb, istəyir bu qıza yol tərif desin və ədab və əxlaqın elçilərə desin ki, sonki gündə deməsinlər filan filan olasan. Şəf nagirən. Bəli, indi qıraqlar qulaq asmaqda, qızın anası sevinə-sevinə durub evin bir quşasında Aşqələskər alıb sazı belə deyir.
otelde kız seven oğlan yakın komşusundan soruş halını. Kulluğa buyursan kulluğa gitmez, karı kırsın kız doğanın belini. Ümid olasan sana diyesen gelin doğrudan bir içim su vermen için, bak bunu vermeyecek ha. Cevap qaytaracak ki, solak dersen ki bu götü işçine de. Gör tahammül edeceksen, bak göte bacına bu parpalazımı da üstte verdim sana. Elçinin bir obresi der ki, o adam hiç oğluna istəyirlər ha, yoldaşlarına der qaç, bak, mənim dərdimə dəymez. Özünüz alırsınız sizi. O birisi yavaşça bizim başlıca olan Aləsgərin mülkü calanatı, belə bir şey olmaz. Bu ədəbdə kişinin övladı o tür olmaz. Səbr edəcəklər, aşağı Aləsgər altı barısı belə deyir. Kulluğa buyursan ne hoşam der, ama evine de bir bayda doğrama yer. Komşuyla savaşar, uşağın duyar, kesen yoktu bu seferin dilini. Elçiler birbirinin dizin azı olan durunca da o birisi olan sabreli aşık Aləsgərin mırtı calanıp, alıp aşık Aləsgər duvara bile değildi. Elçilerin biridir Aşık Aləsgər, biz haşamdarıq da özün bilirsən. Əgər o tür işlərdə məharət olmasa, belə bu ayrı toxumaqda zatdan əcirdir, belə zatları başarır, deyir niyə? Onların laf mütəxəssisidir. 5 aydan bir gələr cəhrənin səsi, 9 ayda düşər çuxanın bəsi. Paslanıb doduba görürsünüz, iyi çıxmır tüksəsi. Küllüklərdən gəzər corab milini, bir vaxt istəyəsən mənə aybalət bir corab toxu, gedib küllükdən corab mil axtaracaqdır. O da gəlenle əlverə, 3 ildən sonraya əlverə qalıb şansı var.